Bu məsələdə öz ciddi səhvlərimiz var. Bu səhvlər nələrdən ibarətdir? Biz talışları elə yerazların göstərmək istədiyi kimi etnik kimlik üzərindən göstərmişik. Bunu daha əvvəl də qeyd etmişdim, amma daha geniş danışmağa məcburam hal-hazırda. Talışların etnik kimliyi var. Bu başqa məsələ. Talışlar həm də aborigen xalqdır. Amma bizim etnik və aborigen xalq olmağımız demək deyil ki, biz siyasi kimlik, milli kimlik yarada bilmərik. Bizim adımıza dövlət olub tarixdə, Talış dövləti, həmin vaxt heç Azərbaycan dövlət yox idi, həmin vaxt heç Türk adında dövlət yox idi, Talış dövləti olanda. Bizim milli kimliyimiz oradandır. Ondan qabaq proses başlayıb və orada Talış milli kimliyi ortaya çıxıbdı. Yəni Talış etnik kimlikdən başqa həm də milliyyətdir. Talışlar həmçinin aborigen xalq olmaqla bərabər, yəni burada qəbilə tayfa formasında qalmayıblar, inkişaf ediblər. Digər şərq xalqlarından da fərqli olaraq milli kimlik daşıyıcısı ortaya qoyublar. Bu da əlavə bir bizim sivil yolumuzun göstəricisidir. Həmçinin